Diego Armando Maradona cəmi 10 yaşında istedadı sezildi. 1982-ci ildə Maradona Avropaya, Barcelona'ya transfer oldu. Onun ölümü gizləndi. Diego Armando Maradona bu ad futbol tarixində çox şeyləşmiş bir insan ifadə edir. O nə qüsursuz idi, nə də adi biri. Bu video Maradona haqqında başdan sona qədər həyat hekayəsini danışacağıq. Kanala abunə olub videolara qatılmağı atdınızsa, keçək videoya. Maradona 30 oktyabr 1960-cı ildə Argentinanın Buenos Aires yaxınlığında yerləşən Villa Florida adlı kasıb bir ərazidə dünyaya gəldi. Ailəsi maddi çətinlik içində yaşayırdı. Diego üçün futbol sadəcə oyun deyildi, o çıxış yolu idi. Küçələr onun ilk meydanı oldu. Cəmi 10 yaşında istedadı sezildi. 15 yaşında isə Juniors klubunun peşəkar futbola başladı. Topla davranışı qeyri-adi idi. Sürət, texnika və cəsarət hamısı bir yerdə idi. 1982-ci ildə Maradona Avropaya, Barcelona'ya transfer oldu. Böyük ümidlər var idi. Amma zədələr, xəstəliklər və sərt oyun tərzi onun ritmini pozdu. Barcelona dövrü uğurdan çox təcrübə oldu. 1984-cü ildə Maradona Napoli'yə keçdi. Napoli onunla dəyişdi. Komanda İtaliya çempionu oldu. Bu klub tarixində ilk idi. Maradona burada lider oyun qurucu simvoluna çevrildi. 1906-cı ildə Dünya Kubokunu Maradona'nın karyerasının zirvəsi idi. O turnirdə komandayı liderlik etdi. Argentina çempion oldu. Maradona həmin turnirdə futbol baxımından tarixi performans göstərdi. Uğurlarla yanaşı problemlər də gəldi. Asılıqlar, cəzalar, tənqidlər. Maradona da insan idi, səhvlər etdi. Bunun bədənliyi ağır idi. Futboldan sonra məşqçilik etdi, Argentinanı çalışdırdı. 2020-ci ildə vəfat etdi. Maradona futbol tarixində böyük təsir buraxmış oyuncu kimi xatırlanır. Nə müqəddəs, nə qüsursuz, amma tarixi dəyişmiş futbolçu. Maradona təkcə meydanda yox, meydandan kənarda da daim diqqət mərkəzində idi. Media onu ya həddən artıq yüksəldirdi, ya da amansız şəkildə tənqid edirdi. Bu təzyiq onun psixologiyasına ciddi təsir göstərirdi. Hər adımı izlənilən, hər sözü müzakirə olunan bir insan üçün səhv etməmək mümkün deyildi. Maradona üçün futbol sadəcə taktika və ya sistem deyildi. O deyirdi, futbol ürəklə oynamalıdır. O sərbəstliyi sevirdi, oyuncunun yaradıcılığına inanırdı. Bu səbəbdən müasir sistem futbolu ilə tez-tez konflikt yaşayırdı. Məşqçi kimi fəaliyyəti oyuncu karyerasına qədər parlaq olmadı. Amma oyuncularla münasibəti fərqli idi. Onları anlayırdı, onların dilindən danışırdı. Xüsusilə Argentina millisində oyuncular ona hörmət edirdi. Çünki Maradona insanlarla yaxın idi. O kasıb məhəllədən çıxmışdı və bunu heç vaxt unutmadı. Zəngin oldu, məşhur oldu, amma köklərindən qopmadı. İnsanlar onu özlərindən biri kimi gördülər. Bugün Maradona futbol tarixində ən çox müzakirə olunan adlardan biridir. Onu sevən də var, tənqid edən də var. Amma bir həqiqət var. Maradona futbolu təsirləndirdi. Bir çox oyuncu onu izləyərək böyüdü. Diego Armando Maradona nə qüsursuz idi, nə də adi. Maradona xalq arasında çox məsafə qoymadı. O sadə insanla ünsiyyəti sevirdi. Stadiondan kənarda da onu qucaqlayan, ağlayan, sevincini bölüşən insanlar var idi. Çünki o özünü çox yuxarıdan baxan kimi aparmamışdı. Onun karyerası boyunca bir çox mübahisəli anlar yaşandı. Meydan daxilində verdiyi reaksiyalar, meydandan kənar açıqlamalar tez-tez gündəm olurdu. Amma bu mübahisələr də onun futbol tarixindəki yerini silmədi. Bu gün futbol daha sistemlidir, daha fiziki və daha sürətlidir. Bir çoxları soruşur, Maradona bu dövrdə oynaya bilərdimi? Cavab sadə deyil, amma oyun yaradıcılığı istənilən dövrdə dəyərli olardı. Maradonadan sonra gələn bir çox futbolçu onlarla müqayisə edilirdi. Bəziləri texnika baxımından, bəziləri xarakter baxımından. Amma Maradona'nın yolu təkrar olunmadı. Çünki o yol yalnız ona məxsus idi. Argentina üçün Maradona sadəcə keçmiş deyil, o milli kimliyin bir hissəsinə çevrilmiş addır. Uğur və məğlubiyyətləri ilə bir xalqın duyğularını meydana daşıyan futbolçu idi. Maradona emosional idi, bəzən həddindən artıq səmimi idi. O rol oynadığımağı bacarmırdı. Nə düşünürdüsə onu da elirdi. Bəzən isə impulsiv idi. Bu xüsusiyyət ona həm sevilən, həm də tənqid olunan biri etdi. Texnika, balans, oyun oxuma bunlar Maradona'nın əsas üstünlükləri idi. Qısa boyuna baxmayaraq müdafiəçilərlə mübarizələri çəkinmirdi. Topla hərəkəti futbol tarixində nadir görülən səviyyədə idi. Bu gün belə Maradona'nın qolları ötürmələri təkrar izlənilir. Çünki o anlar sadəcə nəticə deyil, emosiya daşıyırdı. Maradona futbolu insanlarla sevdirilən adlardan biri oldu.
Diego Armando Maradona bütün ziddiyyətləri ilə birlikdə futbol tarixində qalacaq. Nə ideal nümunəyə, nə də sıradan biri. Sadəcə futbolu təsvirləndirmiş bir insan. Bu hekayə də onu daha yaxşı anlamaq üçündür. Bir videonun sonuna çatdıq. Belə videoların davamı üçün kanala abunə olmağı, videolar tutmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.